Bəli, bəli. Vətəndaşların şikayət əsasında sizin köşkə yaxınlaşmışıq. Vətəndaşlar bildirir ki, bax, burada vitrinləri çölə qoymusunuz, soyuducular çöldədir. Bu onların gediş-gəlişinə maneələr yaradır. Biz də həqiqətən buradayıq. Bəli, həqiqətən də maneələr yaradır vətəndaşların gediş-gəlişinə. Kimdən icazə almısınız? Vitrin mi, xaladenik mi, nə Elə hər biri. Vitrinlər də kənara çıxıb səkini zəbt eləyib. Soyuducular da kənardadır, səkini zəbt eləyib. Bilmək istəyirik ki, icazəni kim verib sizə? İcazəni verən şəxslərini danışıram, sizi yəqin ki, bəyan eləyərsiniz. İcazəni verən şəxslər bizə nəyi bəyan eləyəcək? Bizdə dəqiqə mən danışım həmin şəxslə, sonrası... Kimdir də? Yəni, hansı Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentidirmi? Kimdir? Bəli, bəli. Onlar deyib ki, çölə qoyun. Yəni, icazə veriblər də, yəni bütün köşklərdə bu beləncədir. Hə, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti icazə verib deyirsiniz, düzdürmü? Belə olur, bəli. Yaxşı deyək ki, qurum icazə verdi sizə. Yəni, siz niyə qoymusunuz, yaxşı mı? Siz görmürsünüz ki, bura səkidir. Səkidə yer var da keçməyə, müəllim. Səkini o kişi tutmamışıq ki biz. Bildiyimiz səki vətəndaşındır da, səki xalqındır. Siz sadəcə köşkün sahibi ola bilərsiniz, icarədar ola bilərsiniz. Amma siz səkini zəbt eləyə bilmərsiniz. Ona da əlaqədar qurumlar icazə veribdir. Səkin, yəni bizlik bir şey deyil. Yəni əlaqədar qurumlar sizə deyib ki, bunu belə eləyin, düzdürmü? Müəllim, yəni çölə qoyulan xaladeniklərə görə icazə veriblər, yəni müəyyən şeyə görə.